Biləsuvarda iki bacının ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Hadisə Biləsuvar-Bəhramtəpə magistralında, Biləsuvar rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Fidan Rüstəmovanın idarə etdiyi Lexus markalı nəqliyyat vasitəsi anidən idarəetməni itirərək yol kənarındakı Cənubi Muğan su kanalına aşıb. Qəza nəticəsində 2 nəfər 32 yaşlı Aytac Rüstəmli və bacısı 22 yaşlı Aynur Rüstəmova kanalda boğularaq ölüblər. Kanalda olan digər şəxslər çıxarılaraq Biləsuvar rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunublar. Xəstəxanada verilən məlumata görə hazırda pasientlərin müalicəsi tibb müəssisəsində davam etdirilir, vəziyyətləri ağır olaraq qiymətləndirilir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, dekabrın 22-sində saat 16:50 radələrində Biləsuvar rayonunun Çaylı kənd ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Fidan Rüstəmovanın idarə etdiyi Lexus markalı mini avtomobili idarəetmənin itirilməsi nəticəsində su kanalına aşıb. Nəticədə avtomobildə olan 2 nəfər sərnişin hadisə yerində ölüb. Araşdırma aparılır. Qeyd edək ki, avtomobildə olan sərnişinlər əmisi oğlanlarının nişan mərasiminə gedirmişlər.